Prostatdan əziyyət çəkən insanlar, prostat adenoması varsa, tez-tez sidiyə getmə halları varsa, sidik zamanı göynəmə halları varsa, səhərə qədər 5 dəfə, 6 dəfə sidiyə gedirsinizsə, mütləq dediyimi eləyin. Və həmçinin cinsi zəiflik, erkən boşalma, sərtləşmə problemi yaşayırsınızsa, birinci dəfə olub, ikinci dəfə ola bilmirsinizsə, sərtləşmə yaxşı olmursa, sperm faizi aşağıdırsa, faiz azlığından əziyyət çəkirsinizsə, sink laktatı məhsulundan istifadə edin. Apteklərdə tapılmır bu məhsul, sadəcə özünüzdə olur. Məsləhət görürəm ki, bu məhsuldan istifadə edərək, o sadaladığım problemlərə son qoyasınız. Səhər yeməkdən sonra 2 kapsul içirsiniz, axşam yeməyindən sonra yenə 2 kapsul içirsiniz. Düşünməyin ki, məsəl üçün, birdən içərəm haramasa nəsə eləyər, nə bilim belə eləyər, elə şeyləri yoxdur bu dərmanın. Çünki bu ümumiyyətlə dərman vasitəsi deyil, təbii bioloji aktiv qida əlavəsidir. Və məhsulu istifadə edəndə orqanizmada heç bir zərər, fəsad törətmir. Təbiidir, tam tərsinə immun sistemini artırır. Və sifariş vermək üçün də profildə nömrəmiz var, həmin nömrə ilə əlaqə saxlaya bilərsiniz. Azərbaycanın istənilən bölgəsinə pulsuz çatdırılır. Pulunu götürəndən sonra da ödəyə bilərsiniz, əvvəlcədən də ödəyə bilərsiniz. O sizin öz güvəninizə, etibarınıza baxır. Sağ olun, sağlamlığınızın qeydinə qalın.